Digər bir sahə sinir sisteminin xəstəlikləridir. Sinir sisteminin xəstəliklərində də vitamin C-nin rolu əvəz olunmazdır. Biz bilirik ki, sinir hüceyrələri, sinir sistemi ümumiyyətlə orada doymamış yağ turşuları, katexolaminlər, monoaminlər çoxdur. Və onlar oksigenin aktiv formaları ilə asanlıqla parçalandığından oksidativ stresə çox həssasdır. Neyrotransmitterlərin sintezi birbaşa bağlıdır. Onlar da tirazinin sintezində, triptofanın sintezində kofaktor kimi vitamin C mühüm rol oynayır. Yaxud biz bilirik ki, xoşbəxtlik hormonlarının, oksitosin, serotoninin sintezində vitamin C-nin çox mühüm rolu var. Melatoninin sintezində, yuxu hormonunun sintezində çox mühüm rolu var. Yaxud stres hormonlarının tənzimlənməsində, sintezində çox mühüm rolu var. Depressiya zamanı reseptlərdə görürük, antidepressantlar yazılır, amma elə hər birimiz ətrafımızda da görürük ki, effekt o qədər istədiyimiz kimi deyil. Amma biz bu anlarda o serotonin sintezini yaxşılaşdırsaq, onun sintezinə kömək etsək, o antidepressanta da kömək edər ki, onun da təsiri yaxşılaşsın. Yaxud biz bilirik ki, beyin daha çox glukoza sərf edir, daha çox oksigen sərf edir. Orada daha tez reaksiyalar gedir, reaktiv oksigen formaları orada daha çox əmələ gəlir və ona görə onun vitamin C-yə ehtiyacı daha çoxdur. Bu slaydı bir daha yerləşdirmişəm ki, leykositdən sonra daha çox beynin ehtiyacı var vitamin C-yə. Həm əmələ gələn ROS formalarını deməli, neytrallaşdırmaqdan ötürü. Çünki onlar neytrallaşmayanda mitoxondriləri zədələyir, ATF sintezini azaldır, immun tənzimi pozur, iltihab mediatorlarının sintezinə səbəb olur, sinir qişalarını zədələyir, xroniki iltihaba səbəb olmaqla neyrodegenerativ sinir xəstəliklərinə yol açmış olur. Ona görə, yəni, bunu hamımız bilirik, amma nədənsə xəstəyə təyin edəndə hardasa bunu çox nəzərə almırıq, amma çox nəzərə alınmalı bir tərəfdir ki, sinir xəstəliklərində istənilən, istəyir periferik sinirlərin xəstəliyi olsun, istəyir mərkəzi sinir sisteminin xəstəliyi olsun, vitamin C-nin oradakı yeri qaçılmazdır.